Planetimiz fəlakətə sürüklənir. Dünyanın bir gözü ağlayır, bir üzü gülür. Müharibələr, münaqişələr getdikcə alovlanır. Bəşəriyyəti bu vəziyyətə salanlar isə kənardan əllərini ovuşdura-ovuşdura bu fəlakətə tamaşa edirlər. İmperialist, yırtıcı siyasət təəssüf ki, yüzillərdir davam edir. Dəyirmi masa arxasında müharibələrin, münaqişələrin müzakirə və diplomatiya yolu ilə həlli isə mümkünsüz görünür. Yəni, diplomatiya bu prosesdə acizdir. Bəs bəşəriyyət niyə fəlakətə sürüklənir? Cavab diplomatiyada səmimiyyətin olmamasıdır. Dünyanı idarə etmək iddiasında olan liderlər diplomatiyada əsasən açıq səmimiyyətdən çox dövlətlərin və korporasiyaların strateji maraqlarına əsaslanırlar. Diplomatiyada səmimiyyətin olmaması doğrudan da qlobal problemlərin həllini çətinləşdirən əsas amillərdən biridir. Dövlətlər çox vaxt öz milli maraqlarını və təhlükəsizliklərinə əsas gətirərək açıq və dürüst münasibət qurmaqdan qaçırlar. Müxtəlif strategiyalara əl atırlar. Bu da qarşılıqlı inamsızlığı artırır və hətta münaqişələrin yaranmasına gətirib çıxarır. Bir çox hallarda maraqların toqquşması isə dünyanın bir hissəsinin əziyyət çəkməsinə səbəb olur. Belə bir mühitdə əsl səmimiyyətin tapılması çox çətindir. Səmimiyyət böyük dəyərdir. Düşünürəm ki, diplomatiyada səmimiyyətin və etimadın artırılması üçün ənənəvi realpolitik yanaşmalara deyil, empatiya və uzunmüddətli əməkdaşlığa üstünlük verilməlidir. Başa düşmək lazımdır ki, gələcəyin dünyası təkcə hərbi və iqtisadi qüdrətlə deyil, həm də problemlərin birgə həllində nümayiş olunan kollektiv məsuliyyət və həmrəyliklə müəyyən olunmalıdır. Belə olarsa, riyakarlıq yerini davamlı sülhə və sabitliyə verər ki, bu da bəşəriyyətin gələcəyi üçün ən vacib yanaşma olar. Beləliklə, əgər bütün tərəflər bu prinsiplərə rəhbər tutsa, dünyamız da etibarlı və harmonik məkana çevrilər. Bir daha o fikrimdə qalıram ki, dünyanı səmimiyyət xilas edəcək.